Hamıya salam dostlar. Bu günlər bizi ən çox üzən şeylər sıralayırıq. Önəmli bir şeyin, önəmli bir şeyi itirməkdə nəsə telefon olsun, önəmli bir əşyan olsun. Bu həqiqətən üzücü bir şeydir. Ə, üzər. Məncə bunu 2 qoyuram. Belə pis, belə üzücü bir mahnı dinləmək açıqcası belə də üzülməz yəni. Necə deyim sizlərə? O, mənə mahnı bu yerə yəni üzməyib. Ona qoyuram. Başqalarını səninlə mırtdaşması, dalğa geçməsi necə deyim? Sənə gülmələri, lağa qoymaları üzücü bir şeydir. 4-ə qoyuram. Birindən ayrılmaq, qəlbini sınmaq kimi bir şey yoxdur. Yəni qəlbim sınmaq birindən nə sevgim olmuyorsa 8-ə qoyuram. Bir evin ağrımağı, məsələn çox qolunun sınmağı, qıçının sınmağı, nə bilim nəsə də bir yerin bir şey olmağı həqiqətən üzücü bir şeydir. Biri qoymaq olar təbii ki də. Çox üzülmək. Biri üçün darıxmaq 6-ya qoymuram. Heyvanlı itirmək də, yəni o şəkil zada yapışdırsan ki, tapan olsa desin. Heyvanı itirmək. Heyvanım gedəndə uşaqlıqda üzülmüşəm, ağlamışdım. İndi də elə o heyvan gəlib gedib bir şey. Vecimə olmayıb da, yəni 7-yə qoyuram 7-yə. Sonra gəlir stres. Stresi də 5-ə qoyuram. Stres də mənə çox üzür. 3 pis not. Pis not elə də şey olmaz, amma vacib şeylərdə üzə bilər deyə. Pis notu sonra nə gələr görəsən? Pis notu 3-ə qoyuram. Film izləyib üzmək yaxşı sıralama oldu məncə. Elə mən bildiyim ki, bu gələcək deyə 3-ə qoydum. Film izləyib üzülmək də üzür adamı, düzdür. Amma mən bir-iki dənə film etkiləyib üzülmüşəm. Kövrəlmişəm, amma çox da film belə vecimə olmayıb da, yəni. Ona görə bunu da 9-a qoymaq olar. Mənim sıralama bu şəkildə idi. Siz olsanız necə sıralayardınız? Sağ olun.